Noyabrın 21-də Xocalı şəhərinə növbəti köçü olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarə etmə xidmət ictimaiyyətlə əlaqədar şöbəsindən verilən məlumata görə 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb. Sakinlər uzun illərdir Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə məskunlaşmış ailələrdən seçilib. Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları və Xankənd şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarə etmə xidmətinin rəsmləri tərəfindən qarşılanıb. Yeni evlərin açarlarının təqdimatında çıxış edən Xankənd şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidenti xüsusi nümayəndəliyinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalıya növbəti köçün həyata keçirilməsi həm tarixi, həm də rəmzi məna daşıyır. Uzun illər həsrətində olduğumuz bugün Xocalının yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünün, xalqın idarə və birliyinin göstəricisidir. Qəhrəmanovun sözlərinə görə Xocalıda geniş miqyaslı tikinti, quruculuq işləri davam edir və köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir. Böyük qürur hissi keçiririk. İlk növbədə başda Ali Baş Komandanımız olmaq şərti ilə bütün xalqımıza və şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu əziyyəti olan bütün əsgərlərimizə, hansı kimin əziyyəti olub burada, hamısına can sağlıq arzu edirik. Mən özümdən böyük bir qürur hissi hesab edirəm ki, burada yenidən ali məktəbə hazırlaşacağam və öz vətənimdə ali məktəbimi oxuyacağam. Bunun üçün fərəhlənirəm və öz vətənimə, millətimə layiqli övlad olmağa çalışacağam. Allah bir də belə çətin günləri bizim xalqımıza, dövlətimizə qismət eləməz. Xuraman Aydın qızı Şamxal Adgözəlov, Həcər Həsənova bugün informasiya proqramı üçün.